öyrəşmişik, ya qıraqda bir musiqi ilə entrans eləyirik, ya nə bilim boş-boş deyib gülürük, entrans eləyirik. Bu dəfə də çox ciddi entrans eləyək. Davay. Belə ciddi üzlə. Bugün çox ciddiyim. Necəsən Zosi? Yaxşıyam Zosi. Yaxşı gedir. Hə. Bugün heç hazırlaşmamışıq. Heç. Bu epizoda. Amma bir sən nə fikirləşdim Zosi? Nə? Məsələn, adam yaxın dostu ilə görüşə gedəndə punktlar hazırlamır da, belə ki, list hazırlamır da. Bu da bizim yaxın dostlarımızla söhbətimiz olduğu üçün. Olsa çox dərinə getsək, əslində deyim ki, biz bütün epizodlara hazırlaşırıq. O da deyil. Ona görə əslində insanların da rəylərindən görə bilirik ki, çox daha rahat, truşnu alınır. Truşnu. Elə bilirlər ki, bizlə oturub burada divanda söhbət edirlər. Bu tərəfdə belə yekə bir divan var. Elə bil ki, burada oturmusunuz. Vallahi elə bil ki, sizlə söhbət edirik. Siz orada, Zosi burada, mən burada. Day nə lazımdır bizə? Vinoşka. Vinoşka, bugün o yoxdur. Bugün halal epizod. Bu epizodu da Qurban Bayramında çəkirik bu arada. Bayramımız mübarək, keçmiş bayramımız mübarək. Bugün həm də bizim milli müstəqillik günümüzdür. Biraz bir həftə əvvəldən çəkirik, amma bəli, bütün keçmiş bayramlarınız və gələcək bayramlarınız hamısı mübarək olsun. Necə giriş eləyə bilmirik, necə girə bilmədik. Ya girdik belə. Bir dəqiqə. Bizim çox loyal izləyicilərimizdən biri Alixan bəydən gələn rəyi oxumaq istəyirik. Çünki çox maraqlı bir mövzuya toxunub və biz də istəyirik bu haqda öz fikirlərimizi paylaşaq və görək ümumiyyətlə biz nə düşünürük bu haqda. Eventually görəcəyik. Hələ ki bilmirik. Hələ ki bilmirik. Üstünə düşünməmişik hələ. Deməli, Alixan yazır ki, çox uğurlu alınıb, yenə davamlılıq üçün təşəkkürlər. Biz təşəkkür edirik bizi davamlı izlədiyiniz üçün. Bir mövzum var, əgər müzakirə etmək istəsəniz, sizcə yaxşı və pis anlayışlar nəyə görə formalaşıb? Və bu bəllidir ki, bizim mədəniyyətdə olan yaxşı və pislər digər mədəniyyətlərə görə əksidir. Sizcə insan cəmiyyətin yaxşı və pis anlayışlarına əməl etməlidir, yoxsa öz yaxşı və pislərini yaratmalıdır? Çünki anlayış olaraq dərinliyinə enmirəm, nisbidir və bir müddət sonra normal beyinlə düşünəndə görürəm ki, yaxşı deyilən qaydaya çevirdiyimiz anlayışlar absurddur. Təşəkkürlər. Biz təşəkkür edirik. Çox qarışıq bir mövzudur yəqin ki. Bəli, bir tək tərəfdən baxıb fikir bildirmək həqiqətən də çətindir. Tam bizlikdir ki, oturaq oradan buradan. Diq eləyək onu. Bir tərəfinə bir şey deyim. Əyək, bükək, bir şeylər çıxardaq ortaya. Amma məsələn ondan başlaya bilərik ki, elə Alixanın verdiyi o bir cümlə ilə başlaya bilərik ki, həqiqətən də bəzi cəmiyyətlər üçün yaxşı pis anlayışı digər cəmiyyətlər üçün heç də yaxşı pis anlayışına bərabər deyil və bu belə yaxşı pis anlayışının nə qədər nisbi olduğunun bəlkə bir nömrəli göstəricisidir. Çünki biraz düşünəndə başa düşürəm ki, yaxşı və pis anlayışının olması yaxşı bir şeydir. Çünki yəni əgər açsaq bütün o nə bilim arayları, yaxşı pis anlayışlarını məncə daha hər şeyin dozvoleno olduğu ruslar demiş bir dünyada yaşayarıq və mənə elə gəlir bəlkə bir növ bunun üçün də yaradılıbdır. Bu cəmiyyətlərin yaratdığı bu yaxşı pis anlayışları ona görə bəlkə vardır ki, insanlar biraz o cizgidən keçməsinlər. Çünki düşünürəm bəzi insanlar bəlkə o common sense-lə başa düşürlər ki, onların edə biləcəklərinin limiti hardadır. Amma elə insan da var ki, həqiqətən ona bir kitab şəklində onu vermək lazımdır ki, bir növ qorxutmaq lazımdır ki, o hardasa öz limitlərini görsün və anlasın. Zosi, belə qısa olaraq sən bu haqda nə düşünürsən? Qısa necə olsun Zosi? Deep dive eləməyə vaxtımız olacaq. Bir-birimizin sözünü kəsə-kəsə fikir bildirərik. Amma qısa çətin. Bu mövzuda biraz uzun danışa bilərik kimi gəlir. Məncə də ümumiyyətlə uzun danışılacaq bir mövzudur, amma istəyirsən bir başda. Əlixanın o dediyi ikinci hissə ilə bağlı birinci təqzib eləmək istəyirəm o ideyanı ki, hər insanın özünün yaxşısı, pisi olması məncə də xaosa gətirən bir şeydir və onda bir nəticə görmürəm. Çünki mütləq hansısa, buna social contract deyirlər də, sosial kontraktlar, nə bilim Locke'dan, Hobbes'dan filan gələn düşüncədir ki,
yazılmamış qaydalar. Yəni biri var hüquqi qaydalar, hansılar ki, 100% bilirik ki, bu nə bilim. Bunu eləsən türməyə gedəcəksən. Biri də var ki, yazılmamış hansısa hər cəmiyyətin özünün sosial kontraktı olur öz aralarında. Heç kəs bunları danışmasa da biz hamımız bilirik ki, biz bu kontraktlarla bir-birimizə bağlıyıq. Ona görə təbii ki, çox qatılıram Əlixanın dediyinə ki, bəzi cəmiyyətlərdə elə absurd qaydalar var ki, məsələn, hansısa bəzi Afrika qəbilələrində bilirik ki, qadınların sünnət olunması var. Həz yaşamamaqları üçün, onlar üçün həz yaşamaq və bu o cəmiyyətin yaxşısıdır. Təbii ki, biz buna çox absurd baxırıq. Və yaxud o şeylər taxılları boyunlarını uzatmaq üçün. Düzdür, bir növ tradisiya da şeydir. Yəni yaxşı pisdən daha çox mənə elə gəlir ki, o ənənə pis ənənə də ola bilər də. Biz elə o dəfə də danışdığımız kimi ki, yəni outdated. Hər ənənə, yəni ənənədir deyə ona sadiq qalmaq məcburiyyətində deyilik. Sadiq qalmırıq. Amma bilsən nə məsələ də var. Məsələn, yaxşı pis deyəndə bilsən nə düşünürəm? Yəni bəzən bizim özümüzün də düşüncəsi çox yanıltıcı ola bilər. Yəni biz o an o şeyi yaşayanda düşünürük ki, bu mənim həyatımın ən pis şeyidir. Amma əslində o yaxşı bir şeyə gətirə bilər. Bir müddət sonra deyirsən ki, oyda bu mənim həyatımın dönüm nöqtəsi. Məsələn də hansısa sevgilindən ayrıla bilərsən ən asan misalda və deyə bilərsən ki, oh my god da, yəni ki, mən həyatımın ən pis şeyini yaşadım. Tragik yaşayırsan. Bunu tragik yaşayırsan və deyirsən ki, pisdir bu. Amma sonradan məsələn o ayrılma səni elə bir inkişafa apara bilər, sən tamamilə başqa bir dünyanın içində özünü tapa bilərsən və deyirsən, oyda bu əslində çox yaxşı bir şeydir. Ona görə yəni ki, bir şey belə dəqiq yaxşı ya da pis olduğunu mən şəxsən düşünmürəm. Və yaxud da Zosi, kiməsə bəlkə yaxşılıq edirsən deyə bir şey eləyərsən və əslində nəticə olaraq heç də yaxşı bir şeyə gətirməz o. Və onda kimin üçün nə yaxşı oldu orada? Məsələn, elə də ola bilər ki, mən bunu məsələn yaşamışam. Kiməsə yaxşılıq eləyirsən və bütün intentionların bu adama yaxşılıq eləməkdir və sən nə bilim o adam üçün nələrsə eləyirsən də, yəni öz komfort zonundan çıxırsan və sonra elə bir pislik eləyir sənə də. Yəni bir də o var. Mən buna bu adama bu yaxşılığı eləməsəydim, mən ona bu gücü verməyəcəydim ki, mənə o pisliyi eləsin. Ona görə bu mövzular oradan biraz xaotik mövzulardır. Yəqin ki, ümumiyyətlə bu anlayışların olmağı, yaxşı və pis sözünün var oluşu mənə elə gəlir ki, biraz çox belə düz baxırsan da, elə bil ki, ağ, qara kimi baxırsan. O mənə də çox belə narrow minded gəlir. Yəni o sən demiş kimin üçün mən məsələn yaxşı niyyətlə, həqiqətən də yaxşı fikirlə nəyisə eləyə bilərəm və kiməsə bununla ziyan verə bilərəm və mənim üçün bu yaxşı ola bilər, amma o insan üçün bu heç də yaxşı bir şey deyil. Ona görə burada da nisbidir bu anlayış. Yəni sənin yaxşın başqası üçün yaxşı deyil, sənin də pisin başqası üçün pis deyil. Amma artıq ənənəyə çevrilən ya da artıq belə bunu sadəcə bütün nə bilim palazı bürün, ellə sürün məsələsi. Yəni bunu hamı eləyib deyə eləyirəm anında. Yəni bir dayanıb düşünmək, orada artıq o common sense lazımdır ki, bir oturum düşünüm ki, mən bunu indi özüm üçün yaxşı olacaq ya da nə bilim də, yəni düzgün qərardır deyə eləyirəm, yoxsa hamı eləyib deyə eləyirəm. Və onda məsələn Əlixana 100% qatılıram ki, hər şeydə kör-köranə bizim cəmiyyətdə yaxşı. Bizim məsələn cəmiyyətdə şortik geyinmək oğlanlara pisdir. Yəni bunun absurdluğu ilə təbii ki, mübarizə məncə də aparmaq lazımdır, yəni ki. Belə primitiv şeylər düşünəndə həqiqətən də o çox şey var ki, nə bilim 10 il, 20 il bundan əvvəl qadının maşın sürməyinə də pis baxırlar. Pis bir şeydir. Qadın maşın sürməz məsələn. 10 il, 20 il əvvəl yengə mədəniyyəti hələ də çox aktiv idi. Yəni ki, hamı bizim yaşıdlarımız filan da. Qırmızı lent mədəniyyəti hələ də var. Bunları yaşayırdı. Yəni ki, bu sadəcə qəbul görünüb 100 illərlə belə olub deyə. Bəzi şeylər bu gün yəni əgər məntiqli deyilsə, onu məncə də eləməmək lazımdır. Və mən belə başa düşürəm ki, ümumiyyətlə dövr dəyişdikcə yaxşı pis anlayışları da dəyişir. Təbii ki, o hardcore, nə bilim, təcavüzdür, qadına, uşağa, heyvana fərqi yoxdur da. Onlar həmişə var ola biləcək bir şeylərdir ki, bilmirəm, onun da
bəzi mədəniyyətlərdə hardasa normallaşdırırlar. Yenə də nə qədər absurd olsa da, nə qədər acı olsa da, hələ də görürük ki, bəzi yerlərdə bunlar baş verir. Amma ona da inanıram ki, və yəni təcrübə də onu göstərir ki, illər keçdikcə, dövr dəyişdikcə yaxşı pis anlayışı da dəyişir onunla bir yerdə. Belə biraz agile bir anlayışdır. Və yəqin ki, bəzi mədəniyyətlərdə məsələn biz deyirik ki, bizim üçün yaxşı olan bir şey başqası üçün yaxşı deyil. Bəlkə onlar ya bizdən biraz geridə və yaxud bizdən biraz daha öndədirlər ki, hələm o sastikovka yoxdur. Amma yəni ümumiyyətlə общепринято yaxşı pis anlayışlarının içində bu biraz belə nested gəlir mənə. O anlayışların nested loop. Aytişnik çıxdı. Zosinin içindəki aytişnik oyandı. Çoxdan da nested sözünü işlətmirdim Zosi. Diyada da bizim bir WhatsApp qrupumuz var idi. Nested qeybət. Qeybətin içindən qeybət. Qeybətdən qeybət çıxır. Bori baxırsa bunu görəcək ya da Elina. 100%. Hə, demək istirdim ki, nəcəb unutmadım. I'm so impressed. Me too. Wow. Qoyacağam mən. O cəmiyyətin set elədiyi yaxşı pis anlayışın içində insanın özünə də özü üçün də ayrıca o çərçivədən çıxmamaq şərti ilə hardasa, yəni başqasına ziyan verəcək qədər çərçivədən çıxmamaq şərti ilə yaxşı pisini də özün özünə müəyyən etməlisən. Həmən inanıram ona ki, hər insanın öz yaxşısı, öz pisi var. Məsəl üçün mənim çox doğma insanımdan deyim də, məsələn mənim anamı götürüm, valideynimi götürüm. Biz fərqli dünyaların insanlarıyıq və bəzən mənim hansısa yaxşı dediyim bir şey o deyir ki, ay qız ayıbdır eləmə məsəl üçün. Let's say də. Amma mənim dünyamda o normaldır. Mən ona yaxşı bir şey kimi baxıram artıq və bunu eləməklə heç kimə ziyan vermirəm. Bunu eləməklə heç kimin sərhədlərini pozmuram. Eynən bax, o bir dənə söz var, sənin sərhədin orada bitir, hardakı başqasının sərhədi başlayır. O sərhədi keçməmək şərti ilə insanın özünün yaxşısı pisi olmalıdır. Yəni o belə düppədüz, hamı eyni. Yaxşılar budur, pislər budur anlayışı ilə. Onda heç kim inkişaf eləməz. Yəni o duruma gətirər, elə bir durğunluğa gətirər. İnkişaf da yəqin ki, odur ki, sənin o yaxşı və pislərin tez-tez dəyişir. Dəyişməyə başlayanda deyirsən ki, okey, mən onu məsələn özüm üçün şey kimi təsəvvür edirəm. Elə bil ki, üfüqə belə yaxın dayanmısan, məsələn dəniz kənarında və bir dənə nöqtəni görsən də, bir dənə reallığın var. Bu yaxşıdır, bu pisdir və addım arxaya getdikcə və sənin birdən angle-ın necə genişlənir və görürsən ki, oh my god, yəni o Platonun mağara şeyindəki kimi, misalındakı kimi də ki, əslində yəni ki, gördüyümüz bu qədərdir və biz bir də onun qırağında nə qədər var. Gördüyümüz dəyişdikcə bizim reallığımızdakı yaxşı pislər də dəyişir. Düzdür. Çox maraqlıdır. Ona görə məsələn bu haqqda da düşünürük də ki, nə dərəcədə nədənsə danışmağa haqqımız çatır bizim. Yəqin ki, orada mənə okey gələn budur ki, təbii ki, biz bugün düşündüyümüz şeyi haqqında danışırıq. Amma heç bir qarantiya yoxdur ki, biz sabah belə biz hətta podkast içində belə fikrimiz dəyişən adamlar. Və mən bizim formatda bunu çox sevirəm Zosi ki, biz burada oturub şey demirik də ki, məsələn bu belədir. Hə, o şey var ya Azərbaycanda, Fərhad nə? Ayda. Nədir Fərhad? Əzizidir, Niyazidir nədir? Amma yəni bircə onu deyə bilərəm ki, hər yerdə onu mute eləmişəm ki, qarşıma çıxmasın. Çünki həqiqətən də mənim bütün əsəblərimi pozur. Məsələn elə adamlar var ki, bunlar belə olmalıdır. Malı məli ilə danışan adamlar, o icbar halda danışan adamlar, üfüqə ən belə divar kimi dayanıblar da, ən yaxında belə üfüqə dayanan adamlar. Arxaya bax da gör orada view necədir. Bir addım arxaya get, bir addım da get, bir addım da bir sənin mənzərən genişləyəcək onda. Yəni mənə elə gəlir ki, biz elə bir podkast deyilik. Biz burada tamamilə özümüzü formatlamağa, öz fikirlərimizi belə formatlamağa açıq insanlarıq. Amma o Fərhad demişkən bir fikir bildirmək istəyirəm bu barədə. Bunu deməsəm ürəyim partlayacaq. Mən ona da inanıram ki, o insan şəxsən o həmin o podcaster sadəcə olaraq hal-hazırda elədiyi hər şeyi monetize eləmək üçün eləyir və onun heç bir fikrinin yəni o dərinlikdə onu düşünür, ona inanır deyil.
mən onun daha çox bu format məndə gedir, qoy mən bunu davam eləyim, belə bir şey görürəm onda. Zosi, sənə mən də bu mövzuda çox qatılıram. Çünki bu əslində onun elədiyi bir şey dünyada gedən bir trenddir. Andrew Tate. O da çox praqmatik bir insan olduğu üçün baxıb ki, bu dəqiqə dünyada çıxıb və hələ Azərbaycanda olmayan bu incel adamlar, bu masculinity, mansfer deyirlər də ona deyəsən, nə bilim Jordan Petersondan Andrew Tate-nə bu dəqiqə dünyada da yayılmış bir kişi gözəlləməsi də, belə ki, kişilərin toxic masculinity yeni dövrdə əziyyətlər ki, yəni təbii ki, əslində çox gözəl bir manipulyasiya nöqtəsidir. Çünki haqlıdır. Yəni o kişi də bir insandır. Təbii onun da uizvimistləri var da. Bir dənə bugün reel gördüm, qabağıma çıxdı, çox belə təsirləndim. Deyəsən rusdur, amma Azərbaycanlı rusdur, dəqiq bilmirəm. Bir dənə xaricdə eləyib, kişilərə yaxınlaşır, not verir. Bir dənə də Bakıda eləyib, elə bil ki, belə sosial roliklər eləyib. Kanadada eləyib desən. Kanadada məsələn hamıya da belə şey yazır da, belə pozitiv bir şey yazır ki, bugün çox yaxşı keçsin. Sən hər şeyin ən yaxşısına layiqsən belə. Məsələn Kanadadakı o kişilər belə gülürlər, confidence-nə də bizdə verir. O oğlanlar sən necə duyğulanırlar? Çünki heç kəs onlara o sözü demir, yəni gündəlik həyatda da. Başa düşürsən? Bizdə də That's not justifying. It's not justifying, amma demək istəyirəm ki, targeti çox gözəl seçib. Elə insanları Hətta o uizm insanların beyninə işləyir. Çünki onlar həqiqətən də yəni bəlkə onun əvəzinə başqa bir tip insan hal-hazırda çıxsaydı və başqa bir şey təbliğ eləsəydi, o uizm olan kəsimə daha yaxşı bir şey ötürsəydi, onlar daha gözəl bir yolla davam eləyərdilər. Amma indi hal-hazırda Azərbaycanda o yəni belə partladıb deyək. Amma yəqin ki, yəni dünyada qadınlar olaraq biz istəyirik ki, biz inkişaf eləyək və eyni zamanda biz istəyirik kişilər də inkişaf eləsin. Yəni biz istəmirik ki, bu inkişaflar necəsə bir-birini əssin ya da kölgədə buraxsın da. Bu əslində çox maraqlı mövzudur, bilirsən niyə? Mən fikirləşirəm ki, elə kateqoriya kişilər var ki, həqiqətən də qadının uğurundan, qadının irəli getməyindən, qadınların inkişafından intimidated hiss eləyir və qorxur ki, bizim rollarımız əldən gedəcək. Amma bir də o kəsim kişilər var ki, bunu həqiqətən də dəstəkləyir. Onu da görürsən ki, məsələn, Fərhadı da judge eləyən o qədər mən oğlan bloger və yaxud ümumiyyətlə oğlanlar, kişilər hansılar ki, fikir bildirirlər, onu da görürəm. Və sən demiş, adam biraz da acıyır, başa düşürsən ki, bir şeylər yaşayır ki, beynində o qədər insecurity ilə bəlkə onlar doludular ki, bir qadının birdən bu məndən bir addım mənə daha yaxınlaşar şeyindən o qədər qorxur, çəkinir ki, deyir, qoy mən bunu bastalayım, hələ ki power məndədir, yetərincə nə qədər bacarıram onu bastalayım, qoy öz supremitimi göstərim ki, onlar qorxub çəkilsinlər qırağa. Bir də nə qədər radikal bir fikir səsləndirsən, o qədər məşhur olursan. Yəni bu çalışır ki, yəni onu daha belə sağlam bir formadan da eləyə bilərsən də, başa düşdün? Orta yolu tapa bilərsən də hamıyı, heç kəsi əzmədiyin. Amma sən bilirsən ki, nə qədər radikal danışsam ki, yəni qadınlar işləməməlidir, ancaq evdə oturmalıdır desən, təbii ki, sən məşhurlaşacaqsın, çünki bu konflikt yaradacaq. Yəni elə ucuz yollarla sadəcə sən demiş monetize eləyirlər özlərini və 100%. Eyni qədər də linç olunduqları da yaxşı tərəfidir bunun ki. Pis PR deyə bir şey yoxdur, necə deyərlər. Buradan şeyə keçə bilərik. Biz yəni əgər Fərhadla belə empatiya qurduqsa hazırda empatiya mövzusuna keçə bilərik. Empatiya qurmadım bu arada. Yəni də biraz da dedi ki, okey, anlayırıq, motivasiyanı anlayırıq. Yəni acıdıq deyə bilərəm. Empatiya haqda. Acımaq da bir empatiyanın bir hissəsidir. Çox maraqlıdır Zosi. Məsələn, mən əvvəllər çox empatiya insanı idim. Yəni ki, hətta mənlə belə insanlar məndən narahat olur, əsəbləşirdilər ki, hamı ilə də empatiya niyə qurdun? Stop it, like, no. Mən deyirdim ki, yox, bəs o bu əziyyəti çəkib, o bu. Sonra birdən mən anladım ki, məndə empatiya burnout yaşayıram, empatiya heç nə hiss eləmirsən. Tükənilmişlik sindromu, hər nədirsə. Yox, artıq yəni ki, mən o qədər empatiya qururam. Biri gəlib bilirsən, başıma belə daş atır. Və sən deyirsən ki, onun elə əziyyətli uşaqlığı olub. Yəni ki, bu artıq deyir, yəni çox yüksək empatiya qurmaq da yolun sonunda sənin öz sərhədlərini limitləyən bir şeyə çevrilir və sən artıq
ancaq başqasını düşünərək başlayırsan Amma mən yaşamağa. sənin approach-u bir də bilirsən nəyə oxşada bilərəm daha çox. Mənə elə gəlir hansı insan ümumiyyətlə başqa insana həmən nəyinsə damğasını qoyur, hansı ki həqiqətən də hələm o qədər şey anlamır dünyadan, hələ o qədər şey bəlkə görməyib, hələm onun nə bilim psixoloji tərəfini araşdırıb özündə onun cavabını tapmır, ona görə ona damğa qoymaq daha asandır. Sənin случайında, sənin situasiyanda deyə bilərəm ki, məncə sən artıq bəlkə mindset olaraq elə bir yerə gəlmirsən ki, o deyir, bir dənə hərdən videolar çıxır qabağımıza, bəzən deyir, nə bilim, kimsə çıxırdı əvvəllər, deyirdi ki, buna baxa, bunu niyə elədi? İndi isə podruqamla oturub onun travmalarını araşdırırıq özümüzdə, içimizdə. Yəni sən o aydınlanmaya o qədər gəlmirsən ki, sən başa düşürsən ki, bir insan nəyisə eləyirsə, bunun 100% arxa fonda bir triggeri var da ki, onu eləyir. Təbii ki, yəni hətta mən məsələn sevinirəm ki, biz empatiya haqqında rahat danışırıq, başa salmırıq. Bu arada empatiya bu demək, çünki artıq empatiya sözü bizim də leksikona girib, artıq insanlar yəni ki, o aydınlanmanı yaşayırlar yəni bu yeni dövrdə. Amma o empatiyanın da məncə bir nöqtədə artıq sən başlamalısan ki, no dude, like sən mənə zərər verə bilməzsən. Mən sənin mənə get terapiyaya. Mən niyə sənin travmalarıma görə sənə nəyisə keçməliyəm? Normallaşdırmamalıyam özümdə. Düzdür. Və bu həqiqətən çətindir. Məsələn, biz bir dəfə də bu haqda danışmışdıq ki, təbii ki, çox roman oxuyanda, çox başqa qəhrəmanların həyatına girəndə, yəni də o qəhrəmanın həyatını oxuyursan və onun baxış bucağına sahib olursan, empatiyan biraz belə genişlənir də. Yəni bu baxımdan məsələn ədəbiyyat oxumaq çox xeyirlidir. Amma yəni orada da biraz fikrim dəyişir empatiya ilə bağlı. Yəni görürəm ki, o qədər də yəni hamını da hər türlü anlamaq sənə ziyandır. Bəzən insan onu amma çox da kontrol eləyə bilmir. Mən də məsələn çox empat insanam. Yeah, of course. Biz çox gərəksiz empatıq Zosi. Bəzən gərək yoxdur o qədər bəzən biz yəni hansısa bir haqsızlığa uğrayanda belə oturub o adama haqq veririk. Hətta onun dışında məsələn kiminsə pis nastroyeniyası var, oturub da orada mən başa düşürəm ki, məsələn nəyisə sıxıntısını yaşayır. Mən istəmədən elə bil üstələnirəm o enerjini, özümdən asılı olmur. Bəlkə çox həqiqətən o kontrolumda olmayan bir şeydir də. Məsələn oturarıq 5 nəfər, biri orada moody olar. Mən o moodinin nastroyeniyasına düşərəm. Görürsən, o da yüksək empatiya hissindən gəlir ki, sən onun aurasına düşürsən və sən onu güzgüləməyə başlayırsan. Bir də elə bil bəlkə bilmirəm, yaxşı bir şey deyil background-na baxsan psychologically, amma kimsə elə bil daha zəif pozisiyada olanda ona özünü daha elə bil ki, yaxın hiss eləyəndə daha komfort verir sənə. Bilmirəm, özümü izah eləyə bildimsə. Ki, səndə qəhrəman hissi, heroik bir hiss verir. Amacım o deyil. Amma elə bil o an düşünürəm ki, okey də 3 nəfər orada okeydir. Onun yanında qoy mən. Amma bunun mənə ehtiyacı var. Bunun mənə ehtiyacı var. Bəlkə də hardasa o heroik hissindən doğur. Analıq instinktidir. Ki, gedim biraz ondan ilgilənim məsələn. Bir dərdinə qulaq asım. Məsələn, bəlkə həmin gün 5 dənə də dərd özümlə gətirmişəm, amma onu yansıtmaram. Bir də ayrılıqsan ki, sən onun dərdinə qulaq asdın. Bunun, o birisinin. Qulaq asmaq özü də Zosi çox böyük bir. Əlbəttə. Yəni qulaq asa gedirik. Bir də ayrılıqsan ki, hamının dərdini çəkmək. Siz nə düşünürsünüz bu barədə? Məsələn, siz də o burnout nöqtəsinə çatan varmı aranızda? Bizə çox maraqlıdır ki, sərhədlərimizi bəzən itiririk orada. Yəni birinin bunun uşaqlığı çox pis keçir. Bunun çox hər şeyə bir açıqlama. Bir də bu empatiya ilə bağlı bir dənə də belə bir termin var, intellektualizasiya. Çox uzun sözdür. Kanalizasiya. Yəni rayım eləyir deyə ağlımda saxlamışam. I love it. İntellektualizasiya. Və bu da nə deməkdir? Bunu da mən özümdə 100% görürəm. Hətta Zosidən çox bu məndə var. Biz məsələn bəzən ikimiz eyni şeylə qarşılaşırıq, situasiya ilə. Zosi emosionalca reaksiya verə bilir. Mən onu başlayıram rasional açıqlama tapmağa. Yəni bu bunu eləyib ki, falan. Bu da sənin emosiyalarını qurudan və səni belə keyləşdirən bir şeydir. Və mən bu haqqda oxudum ki, məndə niyə bu baş verir? Çünki mən məsələn səndə kanalizasiya var. Kanalizasiyama nə olub? Məsələn, üzülə bilmirəm nəyəsə ya da nə bilim real aqressiyamı göstərə bilmirəm, real əsəbimi göstərə bilmirəm. Bu deyir ki, xüsusilə
həkimlərdə, jurnalistlərdə və polislərdə olan bir şeydir ki. O qədər ondan face eləyirlər hə, ki, sən o qədər o atrofироваться olur. Hə, məndə məsələn o точно o hiss olub artıq ki, mən məsələn əvvəl fikirləşirdim ki, yəqin mən nə bilim də prarabotunluyam deyə beləyəm, amma indi başa düşürəm ki, bu yəqin ki, mənim uzun illər elədiyim peşəmlə də əlaqəlidir. Mən sizən jurnalistikada, yəni o qədər pis xəbər, pis müharibələr, bütün günü nə bilim videolar redaktə eləyirsən filan, baxırsan, yəni günün belə pis xəbərlərə filan və o insanlarda elə bil ki, hər şeyin məntiqi açıqlamasını deyib rahatlayıram. Yəni mən demirəm, amma mən buna üzüldüm çünki bu məni xətrimə dəydi. Mən deyirəm ki, bu buna görə oldu. Bu ona görə ki, onsuz həyat mənasızdır. Yəni hər şeyi at the end rasional açıqlamalıyam. Hə, onsuz da hər şey existentialdır filan və onda rahatlayıram. Mən başqa cür elə bil ki, üzüntümlə face eləyə bilmirəm. Məsələn, yas tuta bilmirəm nəyəsə. Bu şuşdun. Bu da yəqin ki, onun kimi, empatiya kimi bir hissdir. Nə maraqlı. Sən demiş, həqiqətən də o sənin üçün normallaşır da. Yəni görürsüz, əslində yəni yenə qayıda bilərəm ki, bu mövzuda bu yaxşıya pisə. Həqiqətən də hər society-nin norması o qədər fərqlidir ki, necə ki hər insanın da norması çox fərqlidir. Məsələn, insan var ki, o peşə sahibidir, o demiş və yaxud nə götürək həkimi hansı ki, gündə nə bilim gedir ölüm xəbəri alır və yaxud nə bilim gedir kəsir, doğrayır qanla. Elə də insan var ki, qan görür, ürəyi gedir. Yəni normalar insanı o qədər dəyişir ki, yəni bir insanla gör dəyişirsə, bir insanla dəyişirsə, bir society ilə və bir oh my god. Sonra da deyirlər yalnız bir həqiqət var. Necə olsun? Həqiqət çoxdur, hamının öz həqiqəti var. Empatiya hissi ilə bağlı bir şey deyim ki, sənin o approach'un düz dedin ki, sən daha bəlkə o rasional götür-qoylarını eləyib fikir bildirirsən, mən daha emosional yanaşıram və o anda səninki daha sağlamdır amma Zosi. Doğrudan. Səninki hər insan emosiyalarını çıxartmalıdır. Başa düşdün? Məsələn, əsəbləşəndə qışqırmağın normaldır. Amma qışqırmağı kontrol eləmək o deməkdir ki, sən bunu bastırırsan emosiyalarını və bir də sabah ayılacam ki, sevinə də bilmirəm. Amma məsələn, sevinmədə o yoxdur məndə. Hələ də coşqum yerindədir. Cıvıl-cıvıl. Orada məsələn dəyişməyib, amma pis olmaq məndə elə bil ki, yoxdur. Onda belə çıxır ki, sən indi hal-hazırda empatiya hissin əvvəl daha güclü idi, amma indi o qədər güclü deyil. Hə, indi deyirəm ki, wrong. Elə bir də bu çox rahatlatan və azad edən bir hissdir, Zosi. Əslində empatiya hissi insanı çox overthink elətdirir. İndi fikirləşirəm, məsələn, mən onu çox overthink eləyərəm, ona o qədər anlam yükləyərəm, o an gedərəm, nə bilim, dinləyərəm, əşi gəlmirsən əylənməyə 5 dostumla da, niyə gəlib kiminsə dərdini dinləyirsən, right? Deyən lazım. But o mənə elə bil ki, həmin an, həmin o insanın köləsi eləyir, onun emosiyalarının köləsinə dönürsən, başa düşürsən. Bilirəm Zosi, mən səndə onu bilirəm. Yəni elə situasiyalar olub ki, tutaq ki, mən bilirəm ki, yanındayam müşahidələrinə, amma görürəm ki, sən hər situasiyada qarşındakının da yerinə düşünürsən, onun buradakı götür-qoy eləyirsən, yəni eləyə bilmirsən ki, yox da mənə haqsızlıq olundu. Ay sağ ol. Yəni o haqsızlıq olunanın bütün hər sınır kimi də option 1, option 2, hər there's always an option. if belə aça. If else. Başa düşdün? O keçən dəfəki epizodda danışdığımız kimi o da ondan irəli gəlir Zosi. O deyirdi məsələn ki, məsələn başqalarına o nə bilim kimisə atmaq, kimdənsə nə bilim ayrılmaq, kiminsə dost kimi kəsib tullamaq falan filan. O da ondan irəli gəlir. Bəlkə o çox yüksək empatiya hissindən ki, mən okeyəm, mən bunu handle eləyə bilərəm. O eləyə bilməz. Yəqin bunların hamısının arxasında hansısa bir uşaqlıqda yaşadığımız bir şey yatır. Bir şey var 100%. Hə, mütləq ki yatır. Nəysə nə bilim. Mənə elə gəlir, mən bilirəm bu nə yatır. Yəni dibinə qədər gedəndə özümə onun cavabını verə bilirəm. Çox tez yaşda çox responsibility almışam öz üstümə. Yəni tez elə bil ki, o adulthood-a step in eləmişəm. Ona görə biraz o analıq instinktindən savayı yaşından elə bil daha olğun özünü hiss eləmək və bir çox şeyi altdan almaq kimi bir nə bilim
lüks da deməyim, yəni o artıq bir xasiyyətimin bir hissəsidir, kaş olmazdı. Amma o hamı üçün, hamıya nəsə eləməliyəm, hamıya nəsə kömək eləməliyəm, bir əlim orada, bir əlim burada. Yəni ki, o biraz ondan irəli gəlir ki, hamı mənim evladımdır. Full uşaqlığını bitirə bilmədən böyüyən insan tipi. Məndə də, mən bunu bir məsələn rəfiqəmlə danışmışdım ki, onun heç şeyinə inanmırdım. Mən ağlına, məntiqinə inandığım biri deyildi məsələn. Və mən ona belə gəlib danışırdım ki, bəs filan çox yaxın insanım depressiyadadır, mən onu çıxartmağa çalışıram filan. Və elə bir adam ki, dediyim kimi də, yəni güvənmirdim onun mentalının, yəni full sağlam oldu. Amma belə baxdı ki, sən qəhrəmansan, elə bilirsən. Sən niyə fikirləşirsən ki, sən bu adamlar, sən özün haqqında niyə belə yüksək fikirdəsən? Baxdım ki, oh my god, yəni ki sən onu o angle-dan baxmırsan əslində, right? Sən ağlıma da gəlmir ki, bu mənim içimdəki bir şeydən gəlir də ki, mən o məsuliyyəti ancaq mən çözə bilərəm. Mən həll eləməliyəm, yəni. Və 100% dediyin kimi mənim də məsələn o uşaqlıqdan gələn bir məsuliyyət hissimdir ki, çox tez yaşda o məsuliyyəti mənə də yükləmişdilər. Amma mən düşünmürəm ki, əminəm ki, bizim generationda hamımız belə böyümüşük. Bir çoxlarımız elə böyümüşük. Həqiqətən o dövrdəki insanlara baxıram, öz yaşıdlarıma, demək olar böyük əksəriyyəti elə olubdu və bunu pis bir xüsusiyyət kimi də honestly görmürəm. Əgər draining eləyirsə adamı, nə bilim, mən pis görürəm bunu artıq. Bilmirəm, personalitimin bir hissəsidir də. Bəlkə də bu mənim güclü tərəfimdir də. Mən niyə bunu inkar eləyim ki? Güclü tərəf kimi mənə nəbrət bu terapevtə getməli tərəfimiz kimi gəlir. Çünki dediyim kimi də, yəni ki, qarşındakı insanın səndən bu qədər asılı olması sağlam gəlmir mənə. Yəni bir nöqtədə mən onu eləməyi buraxandan sonra mən o insanları buraxdım. Və sonra gördüm ki, onlar mənsiz, they are fine, I know. They are so fine. That's maybe true. they are even better. Maybe mən elə onları stresə salırdım da həyatlarına qarşı başa düşdüm. Bir də disable eləyirsən də, onu da eləyəcəm, bir də baxırsan ki, insan heç nə eləyə bilmir, o qədər öyrəşibdir ki, sən onun əvəzinə onu eləyəcəksən. Superman də, mən sənin həyatındakı Supermanəmsə, o insanı biraz qarşındakına qarşı, yəni. Make sense. Mənə elə buna qatıla bilirəm. Yeah. Bilmirəm, amma ki, indən sonra dəyişə biləcəyim bir şeydir, yoxsa yox? Dəyişən bir şey. Mən özümdə bunu üstündə işlədim və artıq yəni ki, heç kəsə kömək eləməməyə başlamışam ondan sonra. Biraz mazoxizm də var, yəni deyim ki, bundan deyinirəm, yox, o power'ı da bəlkə hardasa sevirəm. Sevirəm ki, məsələn, kimsə deyir ki, Aysel onu eləyə bilər. Niyə belə hiss eləyirəm, bilmirəm, yəni. Yəqin ki, əgəndə recognition ehtiyacı ola bilər. Ailədən gəlirsən. Vнимание üstündə davalar. Bir də mən ortancıl uşağam. Middle child. Bütün o middle child'a aid olan hər şeyi o videolarda falan görmüşsən. Hamısını yaşamışam aşağı yuxarı. Mamam indi baxacaq, deyəcək ki, nə yaşamısan sən, amma yəni. Middle child bilməz. Middle child olmadan middle child'ın nə olduğunu anlayamazsınız. Məsələn, elə insanlar var ki, tutaq ki, uşaqlıqda məsələn, ataları tərk eləyib onları və çox tez tərk olunma ilə qarşılaşıblar deyə. Və onların tərk olunma qorxusu var. Bu insanların tərk olunma qorxusuna görə onlar okeydirlər ki, xoşbəxt olmadıkları bir ailəni davam eləsinlər və yəni tək beyinlərindəki odur ki, mən yalnız qala bilmərəm. Yalnız olmağı öz beyinlərindəki ən böyük. Yəni o qədər məsələn qıraqdan baxanda görsən ki, bu sağlam bir yanaşma deyil axı. Yəni sən o adamla olmaq istəyirsənmi? Sən nə qədər xoşbəxtsən bunu? Yox, heç kəs yalnız olmamalıdır. Yalnızlıq ən pis şeydir. Və çünki çox erkən yaşda öz beyninə salıb bunu. Empatiya qura bilirəm. Təbii ki, amma yenə də məsələn o adamın da bunun üzərində işləyib anlaması lazım. Çünki bədbəxtdir ailəsində. Tək o səbəbdən qalır ki, 9 yaşında bu fikrə gəlib. Abicim, sənin artıq yəni 30-larındasan da, yəni 9 yaşında gəldiyin fikirdən bir baxasan, görəsən ki, yox da, yəni mən artıq başqa insanam. Asan bir şey deyil. Ona görə mən yəni empatiya qura bilirəm və görmüşəm elə qadınlar, hansılar ki, mən də çox görmüşəm. Bizim cəmiyyətdə çox görmüşəm. Amma tərk edilmək qorxusu ilə münasibətlərdə, o sağlıqsız münasibətlərdə qalan insanlar görmüşəm və tərk edilmək qorxusu ilə sağlam münasibət qura bilməyənlər də görmüşəm. Kişilərdə də məsələn o var. Ki, qura bilmirlər. Qadınlarda da, kişilərdə də o da var. Məsələn,
heç çox basit bir misal gətirim də. Olur ki, məsələn, söhbət eləyirlər. Bir də onlar mental olaraq da çox alınqan olurlar. Nə bilim, biraz diqqət az verilən kimi deyir, "Vəsə, o məni sevmir, o məni istəmir. Məndən zəhləsi gedir." Hər şey belə uclarda yaşayırlar. Bəlkə mənim Instagramda falan qabağımıza çıxıb belə reelslar. Çünki mənim qabağıma çıxır, alqoritm çıxardır və görürəm ki, o iminə avoidant tiplər, fərqi yoxdur qadının, kişili, çox duyğusal olurlar. O məndə məsələn qadın olaraq mənə görə bütün qızların, hətta həmişə elə reellər falan da çıxır da ki, Block. məni o evdə durduq yerdə gecə 3-də oyanır. Məni sevirsən hələ də. Do you think I'm pretty? Do you still bütün kültürlərdə, bütün cəmiyyətlərdə bu var. Qadınlar görəsən bu niyə var? Hormonal olaraq yəqin ki, birdən belə şey ki, sən məni sevirsən. Bilmirəm o nədən. Məndə də o var. Olsaydım mən hələ də sevərdim. Hə, məndə də belə weird şeyləri merak xətə yəni rasional olaraq anlayırsan ki, yəni bu nədir də, bu nə sualdır, niyə bu sual ağlıma gəldi? Amma yəni qadın olaraq oradan onu bəzən durduq yerə eşitməyə ehtiyac duyuruq. That's so sweet. Yəni bu tərəfimizi sevirəm, çox şirindir. Mənə elə gəlir bezdirici də tərəfimizdir. Ola bilər. Yəni sevən dözər. Sevirsən məni? Hələ də sevirsən. Bir yarım saat keçsə hələ də məni sevirsən. Hələ də sevirsən. Bu arada Zosi, sən sevirəm və səni sevir sözünü eşitməyi gün ərzində yəni çox ehtiyac duyursan? Mən çox deyən insanam Zosi, yəni dostlarıma da, ailəmə də. Mən sevirəm sözü mənim elə bil ki, love language-imdir. Mən həm deməyi, həm də eşitməyə belə ehtiyac duyuram. Hə, məndə də elədir. Yəni ki, o elə bil ki, həyatımın ən böyük parçalarından biridir ki, sevildiyimi mənə gün ərzində çox. Mən də Zosi, mən də. Hətta məsələn Zümrüdlə normal danışıqlarımda mənim axırda şeylə bitir. Ölürəm sənin üçün. Yəni ki, budur. Mən elə səninlə də sağollaşanda, yəni mütləq deməliyəm ki, love you so much. Yəni onu deməsəm elə bil ki, gün ərzində mənim də ehtiyacım var eşitməyə ki, mən sevilirəm. Biz həm də çox şirin dilik. Biz elə bütün gün həyatım, ölərəm. Bax, bizim xalqımız və cəmiyyətimizin ən sevdiyim tərəflərindən biri. Biz necə mehriban, şirin dil, qurban olum, qadan alım, sənə gələn mənə gəlsin. Gör nə levelda biz mazoxist sevgi. Sənə gələn mənə gəlsin. Yəni ona görə bəlkə də bizim sevgiyə bu qədər ehtiyacımız var. Oradan gələn bəlkə də. Çünki bizim xalq elə bir society-nin içində böyümüşük. Hə, yəni burdan həmişə eşitmişik. Görürsən, məsələn, eşidirsən, sənə qurban olaram level. I will die for you. No, yəni bu hansı levelda eşq olmalıdır? Bizimkilər qarışıdı o levelda. Kül sənin başına, sənin başına kül tökümdən öl. Boyumu yerə sal. Hər hissi. Və onu belə ailənin nənən sənə deyir ki, boyumu yerə sal. Baxırsan ki, nənə bəni şu an niyə öldürdü? 2 dəqiqə əvvəl sənə deyirdi, ölürəm sənin üçün. Hə, qabağımda nə bilim, ölümlər. Ağrın alım. Biz niyə belə mazoxist xalqıq Zosi? Hər şey çox. Görsən biz biraz o temperamızı sevirəm. Yəni həm ya belə ya belə. Biraz balansımız yoxdur. Ortamız yoxdur. Ya zəhləmiz gedir ya da ölürük onun üçün. İkisindən biri. Bir də belə sözlü, yəni şifahi formada biz onu deməliyik. Nə gözəl sözlərdir məsələn. Boyumu yerə soxum. Hə, külü qoyum sənin başına. Elə biri də var deyən. Boyumu yerə soxum. Bizim evdəkilər belə. Belə sözlərdən ən çox nə eşitmisiniz böyüyəndə? Yazın da aşağıda. Ən çox hansıları eşitmisiniz? Mən elə gəlir hamısını həyatımızda eşitmişik uşaq olanda. Mən sevirəm o. Məsələn, məndə var o Azərbaycanlı tərəfim var. Alayı. Çıxır o bir də görsən. Asam elə mama ilə zanın ağını gəlir. Yəni bayaqdan burada intellektualizasiya getdi. Kül başıma. Oh my god, I love it. İşte bu. Dostlar, ciddilik bir yerə qədər. Heç ciddiyə almırsınız, ümid edirik. Yox, ciddiyə alınacaq bir şey yoxdur. Ay Zosi. Empatiyadan Zosi bilirsən nəyə keçək? Bu da danışmaq istədiyimiz mövzuların içində idi. Communication skills. Skills-ı niyə elədik? Skills. Skills. Communication skills-dan danışaq. Bu günlərdə Zosi ilə belə bir öz aramızda belə danışırdıq. Zosi titraları yığışdır da. Öz aramızda belə danışırdıq və
Belə qənaətə gəldik ki, ümumiyyətlə bir insanı communication skill-ına görə dəyərləndirə bilərsən. Mən məsələn çox rahat dəyərləndirə bilərəm və communication skill deyəndə sadəcə onun necə səlis və gözəl və düzgün diksiya ilə danışdığından Heç o deyil. O deyil yəni. Heç o deyil. Mən necə communication skills deyəndə zəsə ilk ağlıma gələn insanın dinləmə bacarığıdır. %100%. Dinləmə bacarığı yəqin ki, birinci yerdə gedir mənim üçün. Çünki o birisi sənin dediyin o demagogiyadır da. Hə. Çıxdın və speech elədin və səni monoloq elədin, hamı səni dinlədi. Hə. Kommunikasiya mı? Kamu? Кому что? Зачем? Кому? Зачем? Они нам Посвящают жизнь. А мы посвящаем жизнь. Кому? Зачем? Kamu yəni ki, Kamu. communication da budur da, nəfər var. yəni iletişim, İletişim. yəni bu. Of, çənə. İnsanlar var. Careful. İnsanlar var ki, həqiqətən də dinləmək bacarığı yoxdur. Demirəm, məndə dinləmək bacarığı master degree deyil, absolutna. Necə deyil, indi deyəcəm sizə. Bir insanla kommunikasiyaya girəndə, məsələn, yəqin ki, epizodlardan da fikir vermisiniz. Mən o ilə paralel danışa bilərəm. Bu da mənim o ADHD-dən irəli gələn bir şeyimdir. Çünki beynim o qədər tələsir ki, o an elə bilir ki, onu bu dəqiqə deməsə, heç vaxt deməyəcək. Birdən yadımdan çıxar o fikir. Çünki yadımdan həqiqətən də çıxır. O an mən o kommenti eləməsəm, mən o kommenti eləməyəcəm. Həm də biz real həyatda bir-birimizlə paralel o qədər danışırıq ki, biz hiss eləmirik onu. Bəlkə izləyici onu necəsə hiss edə Məsələn, bilər. baxanda videolarda deyirəm ki, I should have stopped. Amma That was her turn. real life-da ki, o qədər elə danışırıq. Adam özü məsələn onu mən heç vaxt hiss eləməmişəm. Amma YouTube-dan sonra başa düşdüm ki, sən mənim həmişə sözümü Mən həmişə sözümü kəsirəm. Və maraqlısı odur ki, mən bu kommenti eşitmişəm daha öncə də digər podruqamla da. Amma bizim o patternimiz elədir. Məsələn, deyir ki, gəl gedək oturaq bir yerdə bir-birimizin sözünü kəsə-kəsə söhbət eləyək. Yəni biz ikimiz də o qədər tələskən danışırıq ki, o da eynən mənim kimi olur. Yəni biz həqiqətən bir-birimizin sözünün üstünə söz gətirə-gətirə söhbət eləyirik. Amma nə qədər də o paralel danışmağı məsələn eləsəm də, eyni anda da danışdığım insanın dediyi hər şeyə diqqət yetirərəm və ona cavabı for the sake of cavab vermək üçün deyil, həqiqətən də beynimdə olan fikri deyərəm. Yəni o mənim üçün bir debata yox, bir davaya yox, bir I will prove my point. Mənim fikrim səninkindən daha önəmlidir approach ilə deyil. Həqiqətən səmimi söhbət yaratmaq üçün eləyərəm. You know what I mean? No bitch. Sən nə düşünürsən Zosim? Communication skills məncə də, hətta bizə bəzən belə rəylərdə də gəlib ya da DM-də də gəlib ki, dost olmağın yollarını bizə necə başa salardınız ki, yəni mənə elə gəlir ki, dostluğun əgər təzə bir insanla tanış olma anından gedirsə söhbət, yəqin ki, ən birinci şey kommunikasiyanı sağlam qura bilməkdir. Və o kommunikasiyada Zosin dediyi kimi, mən məsələn yadımdadır ki, uşaq vaxtı yenə getdim. Sovet vaxtı belə. Sovetin də. Uşaq vaxtı Dale Carnegie kitabları çıxmışdı Zosi. Bilmirəm sən heç onlara rast gəlmisən. Birini oxumuşam və bir də heç vaxt Dale Carnegie oxumamışam. Ay sağ ol. Mən də elə o yaşlarımdakı okay, how to communicate with people idi. Yəni basically adamın sualı ki, insanlarla necə communication nədir azı? Kommunikasiya qurasan. Münasibət qurmaq. Hə, imенно o mövzuda. Və mən onu belə oturub oxumuşdum. O vaxt çox trend idi. Yəni o dövrdə inanılmaz trend idi. Hamı Dale Carnegie oxuyurdu. Amma görürsən ki, o orada belə çox sistemli, çox belə soyuq yanaşmadı və heç bir indiki reallığın kommunikasiyasına heç uymur da onun dedikləri. Çünki o deyir ki, danışdığın hər insanın adını yadında saxla. Sonra onun danışdığı şeylə, yəni elə bil ki, səni belə bicok olmağa öyrədir də. Zaten onu öyrədirdi də. How to make friends. Ay sağ ol, ortamda necə? Və bunu mən inanmıram ki, bu şeylər belə yazaraq və yaxud oxuyaraq, punktları yerinə yetirərək eləmək mümkündür. Amma indinin məsələn raw honest belə ən çiy təbiilik indi məsələn trenddədir də. Bu dövrdə artıq onlar getmir. Bu dövrdə tam tərsi, yəqin ki, öz vulnerability dediyimiz, öz zəifliklərini aça bilmək, sənin o insanla dost olmağa aparan yol odur, mənə elə gəlir. Sən bir insanla oturub
ancaq ki, hə, mən belə yaxşıyam, mən beləyəm, mən eləyəm və qarşındakı danışanda elə bil ki, elə insanlar olur, ki, sən danışırsan və gözləyir ki, sən bitirəsən, Öz haqqında belə danışsın. səbirsizlənirkən bu dənə cümləsini qutarsın, mən başlayım danışmağa, mənə gəlsin sıra. Yəni Və yaxud hər söhbəti özünə fırladan insanlar var. Və başa düşürsən ki, o insan səninlə orada söhbət eləmək üçün deyil də, orada Halbuki- həqiqətən zazvizit eləmək üçündür. o insanın bəlkə də doğrudan buna ehtiyacı var. Yəni bir daha görsən ki, nə bilim, çox ağıllı ola bilərsən, çox savadlı ola bilərsən, sən demiş çox gözəl danışa bilərsən, amma insanlarla o connected ola bilməmək Yeah. səni o mövzuda dala salır. Və connected ola bilmək üçün də 100% qardlarını aşağı salmalısan da. Yəni ki, bütün Yeah. o silahlarını Egonu. salmalısan aşağı və deməlisən ki, mən sən biz bərabərik bu anda. Yes. Və mən səndən Aynen. nədəsə üstünəm, mən səndən nədəsə nə bilim. Yəni o şeylər yəqin ki, birinci attalki işidir. Yəni Yeah. insanda birinci səni itələyən şey odur. Ki məncə biz də bunu eləyirik bu arada. Mən deyə bilmərəm ki, biz hər ortama gedəndə oranın belə təbii insanlar. Bəzən biz də məsələn o modumuzda olmuruq. Yəni o an çox təbii halımızda olmuruq. Qapana bilərik o ortamda. Amma əgər oradan Amma belə düşünürəm, məsələn, heç bir ortama, yəni ilk düşdüyüm ortama simvolu, insan mənim haqqımda let's say heç nə bilmir. Yəni məndə ilk instinkt orada özümü show off eləmək olmaz və deyil. Yəni, amma yəni orada belə friendly olarmısan? Mən məsələn olmuram. mən oluram. Hə, ilk ortamdan Hə, olursan, mən oluram. olmuram. Ümumiyyətlə, yəni Baxır kimlərlə məsələn Yeah. Bir Amerikalılarla də ortamlar, oluram. ortamdan ortama da fərq Hə. var. Ona qatılıram. Elə ortam var ki, orada ümumiyyətlə heç kimlə danışmaram. Ay sağ ol. Yeah, o da var. Amma onu da ona görə eləmərəm ki, ay mən sizlə danışmıram. Yox, sadəcə olaraq mənim insanlarım olmaya bilər və bunu anlayıram, ona görə girişmirəm söhbətə. Amma əgər girişirəmsə söhbətə, kimlənsə danışıramsa, mən çox friendly oluram. Yəni o an belə şey kimi rezümemi elə bil çıxartmışam insana, out loud oxuyuram deyil. Həqiqətən də bir də mən bilirsən nəyi sevmirəm? Elə insanlar var, görmüşəm həyatımda çıxıb qarşıma. Həqiqətən də o qədər egosu yüksəkdir ki, hamımızın egosu var. Yəni o ayrı bir konu. Bu haqqda danışmışıq daha əvvəldə. Yəni egosuz biz heç kimik. O ayrı bir şey. Amma o bir də zərərli ego var, hansı ki insan gəlir ora, səninlə danışır və görürsən ki, ancaq özünü səndən daha üstün hiss eləmək üçün şeylər gətirir. Hə, səni elə bil orada onun üçün tutur Onun ki, üçün kullanır elə bil, let's say. Hə, səndə budur, məndə bilirsən nədir? Sən bunu eləmisən, mən bilirsən nə eləmişəm. Sən başa düşürsən ki, insana sən insan olaraq maraqlı deyilsən. Sadəcə olaraq gəlib orada hansısa validationu özündə şey eləməyə, qazanmağa. ya da maraqlısan, amma onu lack eləyir kimi də gəlir mənə Zosi. Yəni Lack ki, onun əslində bir dənə onu düzəltsə bəlkə də Yeah. heç bu yəni ki o elə bilir ki orada sən demişdə CV-sini danışanda səni təsirləndirəcək və sən ona amma əslində sadəcə sakit otursa bəlkə səni daha çox özünə bağlaya bilərdi. Yeah. Məsələn o bir dediyin dinləməyi bacarmaqdırsa mənim üçün ikinci susmağı bacarmaq. Yes. O biri sənin yanında o susmağı bacarırsa, o belə intimidated olmursa o səssizlikdən və Yes. kompleksə düşmürsə ki, ayda mən deməli maraqlı deyiləm bu mənlə Bu susursa. səssizliyi qoyuna ilə Hə, doldurum. doldurmaq üçün necə bir nəsə danışıma girmirsə, məsələn o insan da yəqin ki kommunikasiyanın yəni kommunikasiya təkcə danışmaq deyil də mənim üçün. Susmaq da bir kommunikasiyadır. Birlikdə nə bilim. Səssizlikdən sən narahat olmursan, Yox, hə? heç. Amma yəni baxır kimlə də, məsəl üçün təzə Heç tanış kəslə. olmusan insanla. Heç vaxt səssizlikdən narahat olmursan. Sən olursan. Yəni düşünürəm ki, bəzən səssizlikdən narahat ola Mən bilərəm. insanları səssizliyimlə narahat edirəm məsələn. Onu fikir vermişəm ki, mən bəzən səssiz oluram. Çünki çox komfortnadır o an mənə səssiz olmaq. Təzə tanış olmuşam o adamla məsələn. O Amma görəm. ikivizsiz Hə, məsələn. o görəm belə başlayır belə əl-ayağa düşmə. Mən O adam mənəm. O əl-ayağa düşən mənəm. Hə, o an sənə o şey gəlir ha. Hə, məsələn mən əgər iki nəfər isə, допустим, kimlənsə görüşmüşəm, deyirik ki, gedək допустим, kofe içək. Getmişəm, oturmuşam, yanırsan həyat. Yanıram. Can, yanıyorum Kemal. Bir şeyler yapsana ya, bir şeyler. Bak ben alerji olmuşam ona göre yanıram. Səhv Yeah. anlaşılmasın. Nəysə ki, nə deyirdim?
Hə, deyirdim ki, o məsələn 2 nəfər kofeyə gedirik, Aha. let's say də, məsələn təzə tanış olmuşam o insanla. Yəni kesinlikle ora susmağa getməmişəm, no. Və yəni onun elə bir experience-im də olmadı. Bəlkə də o təlaşdan, o səssizliyi doldurmuşam. Ona görə də o experience-im olmayıbdı ki, təzə tanış olduğum insandan gedim səssizlik olsun. Yəni ya danışmışam, ya da demişəm okey də, gedək evə. Oturub səssizliklə. Bir də sən çox oturmağı sevmirsən də, Sevmirəm, Zosi. mən Sən də o dəqiqə yəni deyirsən, dur getdik. Söhbət bitsə mən getməliyəm. Heç bitmədən koy və Bir soyuq. də yəni deyim ki, evdə nə bilim körpə çağıracağım gözləyir. Hə, bilmirəm ki, evdə gedib nə edəcəm. Amma evə tələsirəm. Həmişə evə tələsirəm. Hə, Zosi tələskənlik də o bəlkə də səndəki. Tələskənlik var. Zaten Zosi o boşluğu dolduran insan da tələskən insandır da. O həmişə mənim həyatımda da heç vaxt o boşluq anı olmur. Mənim boşluq anım varsa struktur olaraq o mənim nap time-ımdır yəni. Mən gedib o saatda nəpimi eləyərəm ya da onu nə ilənsə həmən dolduraram. Yəni o boşluğu mən sevmirəm. Dopamin Zosi şey olub səndə. Hə, dopamin məni idarə eləyir. Başqa bir level'a çıxıb Zosi, it's not Sən normal. meditasiya elə aşkım. Yox, bacarmıram. Sənə meditasiya lazımdır. Mən meditasiya elədiyim dövrlər, illər olubdu. Hardakı həqiqətən də otururdum. Elə olurdu ki, 2 dəqiqə, 3 dəqiqə mən naushnikı taxırdım, o meditativ musiqi ilə gedirdim. İndi mən 5 saniyə gözümü yumulu saxlasam, başım gicəllənir. Necə yəni? Hə, Zosi, yəni I can't. I have to niyə do gicəllənir? and do things. Mən meditasiya eləyəndə başım gicəllənmir. Mənim gicəllənir Zosi. O meditasiya moduna girirəm, gözümü yumuram. İndi 5 abartdım. Transa düşürsən. Hə, uca şey oluram belə əməlli başım başlayır gicəllənməyə. Wow, как интересно. Heç vaxt Sizdə necə olmur? Eləmisinizsə meditasiya Mən eləyirsizsə meditasiya belə şey olur məndə belə. Burdan belə bir ki, nəsə yuxarı gedir Doğrudan. belə ruhum belə ora çıxır. Yeah. Sonra qayıdır. Özünə baxırsan yuxarıdan. Hə, Görürsən özümü, o belə o ortamı, nə bilim, sonra burnumu Sonra mənə ayırır. deyir transa gedirsən, transa sən gedirsən. Amma baş gicəllənmə kimi, əksinə mənə belə bir qanadlanma kimi bir şey yaşayıram orada. Nə maraqlı. Hə. Yo, mən çox sevirəm. anxious beynimdə. Oy, yo. Heç o deyil. Tələsəyənsən Zosi. Mən meditasiya eləyəndə yadıma elə şeylər düşür. Məsələn, məndə xaladelnikin üstündə belə agenda olur da. İndi qızımın schedule falan filan o bu həmişə yazıram ki, heç nə unutmayım. Mən ki o relax moduna girirəm. Onlar hamısı bir-bir gəlir, bax, orada bunu eləməlisən, burada onu eləməlisən, burada bunu eləməlisən. Mən o calming moduna uca girə bilmirəm Zosi, amma əvvəl girə bilirdim. İndi girə bilmirəm. Sən son vaxtlar calm olmuşdun axı Zosi. O sonra nə ara dəyişdi? No, mən indi calm deyiləm səncə. Məncə yəni daha calmsan. Amma burada calm deyiləm də, baby. Bir ara orada calm olmuşdun yadımda. Hə, orada calm olanda yaxşı idi. Qəşəng vaxtlar idi o vaxtlar. Bedtime vaxtım gəldi. Bizə qəşəng gələn rəylərdən birini də oxumaq istəyirəm. Vasiliya 95. Rus dilində yazıb sinxron tərcümə etməyə çalışacağam. Deyir, mənim üçün dostluqda xəyanət, dostumun mənə qarşı soyuq olması və vecsiz olmasıdır. Haçan ki, mən hiss edirəm ki, mənim rəfiqəm artıq məni vecinə almır, mənlə maraqlanmır və ancaq başqa insanlarla bağlı şikayətlər olanda mənə zəng eləyir və yaxud həyatla bağlı şikayətlər olanda mənə zəng eləyir. Belə bir təcrübəm olmuşdu, deyir, köhnə məktəb yoldaşımla, hansını ki, yaxın dostum sayırdım və biz ayrılandan sonra mən uzun illər fikirləşirdim ki, çox pis dostam ki, onu həyatımda saxlaya bilmədim. Amma bir müddət keçəndən sonra mən başa düşdüm ki, mən yanılmışam. O məni daha sonralar deyir axtardı. Mən onu hər yerdə blok elədim və indi böyük yaşda başa düşürəm ki, ən yaxşısı sakit və dilləndirmədən yox olub getməkdir filan yazıb. Yəni o adamın həyatından elə çıxmaqdır. Sən bu haqqda nə düşündün Zosi? Sənin üçün məsələn dostluğun vecinə olub olmamaq? No, Zosi. Deyiləm. Bilirsən necə? Baxır, bəlkə də nə bilim o 20-lərimdə olsaydım bəzi şeyləri daha çox yəni belə həssas qəbul eləyərdim. Yəni sənlə indi biz gündə yəni söhbət eləyirik və həyatımızda baş verən hər şeydən xəbərdarıq, yəni bir-birimizə yəni bu haqqda fikirlər bildiririk. Amma mənim digər rəfiqələrim də var məsələn. Deyim ki, mən onlardan bu ilgini, bu diqqəti hər gün görürəm.
görmürəm, amma bu onları mənim üçün daha pis dost edirmi? Etmir. Sadəcə olaraq o gündəlik o ehtiyacı bir-birimizdə duymuruq. Ona zamanımız yoxdur, hərənin öz həyatı, hərənin öz işi. Amma başa düşürəm ki, məsələn 20-lərimdə belə bir münasibətlə Hətta bu məktəbli yaşında yaşayıb bunu. Simboli. Ha, Yəni şkol o yaşda ümumiyyətlə insan daha çox anlam yüklür bir çox şeylərə və normaldır ki, o hiss yaşanır. Orda yəni hələ insan olaraq biz o qədər formalaşmamışıq da ki, başa düşək nə həqiqətən də dəyərlidir, nə yox. Amma bir şeyə fikir bildirmək istəyirəm. Elə dostlar, elə insanlar da var ki, ancaq həmişə öz problemləri və öz dərdləri ilə ilgili sənə müraciət edirlər və yaxud sizin mövzunuz həmişə onların problemləri olur. Bu sağlam bir münasibət deyil. Dostluq deyil. O dostluq deyil, hə. O insan sadəcə olaraq yəni istifadəçi kimi elə bil baxır da bu münasibətə. Ona görə elə münasibətdə yəni olmamaq çox daha yaxşıdır. Yaxşı ki də deyərəm həyatınızda yoxdur. Vaxtınıza və həqiqətən belə şeylərdir, empatiya hissini insanda anormal səviyyədə yüksəldən, o qədər dərd eşidirsən ki, ona görə yəni biraz balansı saxlamaq lazımdır. Demirəm ki, dostluğun dərdini dinləməməlisən, amma balansda olmalıdır. Mən də Zosiyaya qatılıram ki, yəni xanımın situasiyasında yəqin ki biraz da orada gut feeling adama deyir məncə. Yəni bəlkə də o biraz belə o cümləyə mən də qatılmadım ki, dostun xəyanəti mənim üçün onun mənə yetərincə diqqət ayırmamasını xəyanət. Yəqin ki, şəxsən o rəfiqənizlə siz hiss eləmisiniz. Yəni o bir hissdir, o bir baxışdır. Bəzən yəni bir baxış atar sənə rəfiqən ki, sən görərsən ki, bu frenemidir bu, friend deyil o şuşdur. Yəni onu hiss etmisiniz deyə ondan uzaqlaşmısınız. Amma mənə elə gəlir ki, real dostluqlarda əslində sağlamı odur ki, birdən sən də yoxa çıxa bilərsən onun həyatından. Çünki həyat o qədər faza dəyişir. Yəni birdən mənim yaxın rəfiqəm məsələn ana oldu, tutaq ki, və bir anda həyatı dəyişdi. Mən necə oturum ondan gözləyim ki, sən hər gün məndən soruşmadın ki, bugün kofevi necə içdin məsələn də. Yəni o anormal, absurd olar da. Yəni yaşla, həyat təcrübəsi ilə təbii ki, dostlardan axtardığımız şeylər də dəyişir. Düzdür. Və indi mənim üçün məsələn çatdığım nöqtədə həyatımda olan dostlarımla heç bir şey istəmirəm onlardan. Yəni heç bir ehtiyacım yoxdur ya da ki, filan şeyi eləməsə sevgim azalar. Artıq o leveli keçmiş, aşmışıq. O deyil. Yəni. Bunu deyəndə bu arada nə yadıma düşdü? Mənim çox yaxın bir rəfiqəm var idi. Universitet illərində biz çox yaxın idik və bəlkə də bu səbəb, bu yəni sizin qeyd etdiyiniz məqam o səbəblərdən biri idi ki, mən artıq o qədər yorulurdum və bilmirdim bunu necə handle eləyim. Şey eləyirdi, səndən tələbkar idi. İndi başa düşürəm ki, məsələn, mən özümü hansı leveldə çox da belə yaxşı dost görməmişəm bəlli yaşıma qədər, amma eyni zamanda bu səviyyədə tələbkarlıq var idi məndən. Məsələn, mən ailə qurdum və o hələ ailə qurmamışdı. Yəni mən çox gənc yaşda ailə qurmuşam və onun məndən gözlədiyi o diqqət o leveldaydı. Nə vaxt ki mən hələ single idim. O ilə biz bir yerdə yəni bütün vaxtımızı keçirirdik. Və sən demiş mən onu artıq handle eləyə bilmirdim. Mənim həyatım elə bil ki alt-üst oldu da, yəni dəyişdi kardinalinə və məndən eyni insan olmağı heç kim gözləyə bilməz o an. Simboli mənim çox yaxın rəfiqəm, amma yəni yenə də yaşımıza verirəm. Ümumiyyətlə ən gözəl şey heç kimdən heç nə gözləməməkdir. Yəni ki, sevgi yenə də həmişə dediyimiz kimi şərtsiz olanda ən gözəl formasında olur. Düz deyə biz epizodlardan birində şərtli dostluq. Sonra Zosi mənə şərt qoşmağa başlamışdı, amma inanmadım. Dostluq haqqında bu arada bizim daha dərindən fikirlərimizə baxmaq istəyirsinizsə, bizim dostluq haqqında 2 epizodumuz var. İkisinə də baxmağı sizi məsləhət görərəm. Çünki həqiqətən də biz də orada enmişik cavanlıq yaşlarımıza, bizim experience-larımıza və çox maraqlı söhbət alınıbdı. Bəlkə sizə də faydası toxunar. Yəni ki, Zosin dediyinə qüvvət, bir də onu deyim ki, həm elə həyatında nəsə dəyişə bilər də, dediyimiz kimi ailə qura bilərsən, həm köçə bilərsən, işin dəyişə bilər, birdən səni daha çox, həm də heç bir şey dəyişməyə də bilər. Yəni ki, siz ikiniz də single rəfiqə olsaz belə, məncə sən hər insan bir-birinə o azadlığı verə bilməli ki, bəlkə o 6 aylıq şeyə getmək istəyir də, özünə çəkilmək istəyir və o 6 ayın ona ən ehtiyacı var. Amma bunu indi anlayırıq da. Bunu anlayırıq artıq. Yox, məncə mən həmişə belə dost olmuşam. O yaşda məncə onu çox belə insan
bəlkə daha dərindən elə anlamır. Hə, amma məsələn mən belə tələbkar bir dost olmamışam. Mən də olmamışam. Özüm belə şey dostuydum məsələn, çox diqqətli dostuydum. Yəni lazımından çox verici bir dostuydum ki, o da yəni ki, yaxşı və sağlam bir şey deyil. Amma yəni ki, ay mənə mesaj yazdı, ya o şeylərə takılan bir dost deyildim mənə elə gəlir. Elə yadımda qalmır. Mən də elə olmamışam. Mən daha vecsiz olan olmuşam. Mən çox qarışan olmuşam məncə. Mən dostlarımın çox həyatının hər şeylərini bilmək. Hər bir boyfriend, girlfriendlərsə mən də onlarla relationshipdəyəm. O dərəcə. Yəni mən o yaşlarımda I was too much. Yəni heç kəs sənə deyirdilər ki, sən too muchsan. Mənə heç kəs demirdi, amma yəni axırda da bir gün qıranda başa düşürsən ki, mən çox içində idim də bu münasibətin. Başa düşürsən o mesajı bir yerdə yazmaq, nə bilim ayrılıq söhbətinə bir yerdə o qədər də girmədə bir insanın həyatına. Mən deyirəm də bizim kurda amma o elə bir toksiklik var idi. Hamı bir-birinin həyatının içində idi. Çox maraqlı bir kruq idi. Çox anormal bir kruq idi. Yəni hamı bir-birinin şəxsi həyatının çox içində idi. Amma siz gör nə qədər pattern görmüsüz o cavan yaşda. Yəni o yaşda çox experience yaşamısınız. Çox drama yaşamışam, çox şey görmüşəm deyə bəlkə də. That's good at some point. Bəlkə indi ona görə belə şeyəm ki, no drama. Çünki çox dramanı. Bir də məsələn mən o yaşlarda şey eləyə bilirdim, insanlara məsləhət verə bilirdim falan. Onda o da sizin görürdün özündə. İndi baxıram ki, necə yanlış hərəkət idi. Yəni sən niyə elə biləsən ki? Amma səndən o məsləhəti alan da səninlə eyni yaşdadır və o an sənin o yaşdakı Nərminin məsləhətinə ehtiyacı var idi. That's normal. Amma məsələn mən indi 20 yaşımda verdiyim bir çox məsləhətdən peşmanam. Pis nəticə gətirdi. Pis nəticə gətirmədi, amma sonunda məsələn mənzərəyə baxanda deyirəm ki, kaş mənim rolum olmasa. Birini konfes elə də burada. Burada eləyə biləcəyim şeylər deyil, sənə sonra deyərəm. Denəndə nə olar? Sonra deyərəm. Yəni ki, kaş mənim orada heç bir rolum olmazdı da məsələn. Başa düşdün? Yəni o çünki adama sonradan düz ya indi okeyəm, yəni özümü günahlandırmıram ki, niyə mən 20 yaşda məsləhət vermişəm, amma o mənim bugünkü xarakterimi formalaşıb ki, okey. Heç kəsə məsləhət vermirsən, heç kəsin öz əlindən qarışmırsan. Yəni kim kimlə nə edir özü bilər. Özü bilər. Yəni ümumiyyətlə elədir. Kim kimlə nə edir özü bilər. Yəqin ki, yəni sənin bir rolun niyə olsun da başqa? 2 nəfərin içində ümumiyyətlə 3-cü nəfər olmamalıdır. O artıq yanlış bir şeydir. Və çox yanlışlar. Bizim də deyirəm də, yəni biz hansısa müsbətlərimizdən danışırıqsa, inandırım mənfilərimiz daha çoxdur. Bir epizodu da mənfilərimizə fəsr eləyərik bu arada. Əslində biz danışırıq elə hər epizod bir. Vulnerability-mizi göstərməyə çəkinmirik. Danışırıq hər an. Bəlkə budur, məsələn bibim yazır, ay elə bilirəm ki, oturmusan mənimlə danışmısan. Çünki oyunla danışacaq qədər səmimi danışıram. Hərdən unuduram ki, bizə insanlar baxır. Və biz burada bəlkə overshare eləyirik bəzi şeyləri. Bəlkə də lazım deyil bu qədər overshare eləmək. Amma bizə yazın da, çox overshare eləyirik sizcə, yoxsa eləyirik sizcə? Qədərində. Yoxsa daha çox eləyə bilərik? İstəsəz biz daha da onu eləyə bilərik bu arada. Amma bunun üçün nə etməlisiniz? Bizim YouTube-umuza abunə olmalısınız ki, sayımız çoxalsın və sayımız çoxaldıqca bizim də motivasiyamız artacaq sizlə daha çox overshare eləmək. Bəli. Və sizin maraqlı suallarınızı cavablandırmağımız üçün də mütləq rəylərdə suallarınızı qeyd eləyin. Gördüyünüz kimi biz ondan bir podkast çıxarda bilirik. 100%. Hamınıza təşəkkür edirik bizi izlədiyiniz üçün. Gələn epizodlarda görüşənədək. Özünüzə yaxşı baxın. Bye.